Salam uşaqlar, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Biz bu gün sizlə üslubiyyət haqqında danışırıq, xüsusən də bədii üslub. Yəni üslubiyyət nədir? Üslubiyyətdə biz nəyə öyrənməliyik, nəyə diqqət etməliyik? Bunlara nəzər salaq. Üslubiyyət ümumiyyətcə dilin üslubi imkanlarını öyrənən bir dilçilik sahəsidir. Bəs nədir üslubi imkanlar? Biz bilirik ki, üslublar, yəni ki, dilin müxtəlif təzahür formaları var. Və bu təzahür formalarında dil vahidləri və bu dil vahidləri dediyimiz anlayışdan eyni səviyyədə istifadə olunmur. Məsələn, bədii üslubda məcaziliyə önəm veririksə, artıq elmi üslubda biz bu məcaziliyi görmürük. Burada daha çox, belə deyək sizə, məntiqlik, konkretlik, ardıcıllıq, davamlılıq, termin sıxlığı, dəqiqlik bunların şahidi oluruq. Və yaxud da publisistik üslubda biz müxtəlif mövqelərin, maraqların olduğu bir mühitin dilindən bəhs edirik. Yəni ki, cəmiyyətdə milli ictimai təfəkkürü ifadə edən nitq forması olur publisistik üslub. Publisistikin isə xüsusiyyətləri kütləvi anlaşıqlılıq, aydınlılıq, təsirlilik. Daha sonra gəlirik rəsmi işgüzar üsluba. Rəsmi işgüzar üslub bunlara nisbətən dövlətçilik ənənələrimizin formalaşması ilə bağlı yaranıb. Burada isə biz daha şablon ifadələrə rast gəlirik. Daha sonra rəsmi işgüzar üslubda rəsmi işgüzar sənədlərin dilini nümunə göstərə bilərik. Eyni zamanda burada sintaksisin məhdud, normallığı möhkəm, yəni fikirlərin yığcam bir mənalı şəkildə ifadəsinin şahidi oluruq. Sonra gəlirik məişət üslubuna. Məişət üslubunda müəyyən qədər sərbəstliyin, təbiiliyin şahidi oluruq. Əlbəttə ki, hər biri ədəbi dil normaları çərçivəsində baş verir. Bunların heç birində ədəbi dilin normalarının pozulduğunun şahidi ola bilmərik. Yəni ki, bunların hər biri, bu təzahür formalarının hər biri ədəbi dilin üzərində öz əksini tapır. Ədəbi dildə əksini tapır. Biz ədəbi dildə normaları da poza bilmərik. Biz ədəbi dildə müəyyən qədər yanlışlıqlara da yol verə bilmərik. Yəni bu təzahür formaları dedikdə, hətta məişəti belə göstərdikdə deyirik ki, məişətdə sərbəstlik var. Məsələn, məişətdə təbiilik var. Amma bu təbiilik nə qədərdir? Ədəbi dilin normaları çərçivəsində. Yəni biz artıq normaları pozub hər hansı bir sərbəstlikdən danışa bilmərik. Və yaxud da rəsmi işgüzar sənədlərdən danışanda deyirik ki, lüğət tərkibi yığcamdır. Sintaksisi məhduddur. Normallığı möhkəmdir. Əlbəttə burada da ədəbi dilin normaları qorunub saxlanılır. Bu xüsusiyyətlərlə yanaşı ədəbi dilin normaları qaydasında olmalıdır, qorunub saxlanılmalıdır. Publisistikdə də, bədidə də bunların hər birində bu xüsusiyyətlər öz əksini tapır. Bizim əsas danışacağımız hissə bugün bədii üslubdur. Nəyə görə? Çünki biz bilirik ki, testlərdə qarşımıza çıxan nümunələr bədii üslub üzərində olur. Yəni, bəzən üslubiyyət verdikdə bədii üslubun müəyyən xüsusiyyətlərini sadalayır və onu tapmağı tələb edirlər. Ona görə də bugünkü videonu sırf bu bədii üsluba həsr edirəm. Amma yadınızda saxlayın, ümumən bütün funksional üslublar, yəni üslubların, bu 5 üslubun cəmi funksional üslub adlanır. Bütün funksional üslubları yazaq bura. Üslubları cəmləşdirən xüsusiyyət var. Nədir? Birinci, ədəbi dilin normalarına tabe olmaq. Dilin normaları. Tabe olmaq. İkincisi isə nədir? Ədəbi dili təşkil etmək. Yəni, ədəbi dildə öz əksini tapmaq. Ədəbi dili təşkil etmək. Hər biri dediyimiz kimi, müəyyən dil vahidlərindən müəyyən dərəcədə özlərinə lazım olan qədərini istifadə edirlər. Başlayaq bədii üslubdan. Bədii üslub nədir? İlk öncə nəyə deyilir? Ona nəzər yetirək. Uşaqlar, milli bədii təfəkkürün ifadə vasitəsi olan bədii üslub obrazlı, emosional nitq formasıdır. Yazaq bura, demək biz bədii üslub deyəndə nə axtarmalıyıq? Bədii üslub deyəndə obrazlı, emosional nitq vahidləri bunları axtarmalıyıq. Bəs nədir obrazlı emosional nitq vahidləri? Yəni burada sözün məcazi mənası, bədii təsvir ifadə vasitələri, ritorik suallar, metaforlar, metonimiyalar, bunların hər birinin əks olunduğunu görə bilərik. Ən çox harda öz əksini tapacaq? Bədii ədəbiyyatda öz əksini tapacaq.
Ən çox biz bunu müəyyən bədii ədəbiyyatın hər hansı bir hissəsinə aid edə bilərik. Məsələn, bir povest oxuya bilərik, bir roman oxuya bilərik, bir şeir parçası oxuya bilərik və yaxud da bir dramaturji əsərlə tanış ola bilərik. Bunların hər birində biz bədii üslubun əlamətlərini, bu və ya digər xüsusiyyətini görə bilirik. Bədii üslub, bir şey də mən sizə qeyd edeyim, ən qədim, ən aparıcı üslubdur. Demək, üslublarımızın içində ən qədim, daha sonra ən aparıcı üslub dedikdə, bədii üslub nəzərdə tutulacaq. Bədii üslubu nəzərə almalıyıq. Xalq danışıq dilinə bədii üslub daha yaxındır. Obrazlı nitq formasıdır. Dediyim kimi, burada obrazlı ifadələr, emosionallıqdan istifadə olunur, alliterasiya, yəni alliterasiya dedikdə nə başa düşürük? Samit təkrarı, asonans, saitlərin təkrarı, hər biri öz əksini tapır. Fikrimiz obrazlı cəhətdən ifadə olunur. Məsələn, adi Mikayıl Müşfiqin şeirini götürək. Deyir, yağış yağır, rəqs eləyir gür damlalar, sıra-sıra inci-inci nur damlalar. Damlalar necə rəqs eləyə bilər? Demək, burada nədən istifadə olunub? Bənzətmədən istifadə olunub. Və yaxud da deyir, yağış, fikrim kimi, hissim kimi. Burada necədir? Kimi qoşmasından istifadə edib, yenə nədən istifadə edib? Təşbih yaradıb burada. Demək, nə oldu? Bənzətdi. Müəyyən hadisəni və yaxud da köçürtdü. Küçələrdə uşaq kimi verilən yağış. Uşaq necə küçələrdə gəzir? Onun kimi bənzədir. Bənzətmə üzərində köçürmə yarada bilər. Təşbih yarada bilər. Məsələn, epitetdən istifadə ola bilər. Deyir, Qazan xan qara qayğılı yuxu gördü. Qara qayğılı yuxu necə ola bilər? Deməli, bədii təyinlə istifadə olunub. Və yaxud da başqa bir nümunə Almas Yıldırımda rast gəlirik. Deyir ki, sərsəm gediş dursa oy. Yəni, burada sərsəm gediş müəyyən Sovet rejimini müəyyən sətiraltı mənada verir bizə, göstərir. Müəyyən qədər dediyimiz kimi sətiraltı mənalar, simvollar, ritorik suallar, təşbihlər, alliterasiya, asonans, məcazli hər biri bədii üslubda öz əksini tapa bilər. Bədii üslubun xüsusiyyətlərini də saydım. Xalq danışıq dilinə ən yaxın olan üslub, daha yaxın olan üslub hansıdır? Bədii üslubdur. Ən qədim olan üslub hansıdır? Bədii. Ən aparıcı olan üslub hansıdır? Bədii. Bir də bizə testlərdə düşür. Bədii üslubun 3 təzahür forması var. Birinci, nəzm. Siz bunu həmişə qarışdırırsınız. Uşaqlar, nəzm dedikdə mən sizə daha da belə açım bunun mənasını. Nəzm. Şeir parçaları nəzərdə tutursunuz. Nəsr. Yəni nəsr dedikdə nə başa düşəcəyik biz? Hekayələr oxuyuruq, romanlar oxuyuruq. Necə? Müəyyən cümlələrin sıra ardıcıllığı ilə. Yəni, sıralarla bir-birinə düzülür. Bunlara biz nə deyirik? Nəsr forması deyirik. Məsələn, qabağına yazıram hekayə, roman və s. Bir də üçüncü nə olur? Üçüncü təzahür forması isə dramaturgiya formasındadır. Burada isə nələr nəzərdə tutacaq biz? Dramaturji əsərlərimiz var bizim. Görürsünüz orada necədir? Dialoqlar, monoloqlar əsasında öz əksini tapıb. Yəni, dramaturji nitqin, dramaturji əsərlərin dili. Dram əsərləri, piyeslər, belə deyək. Onların dilini də biz götürəcəyik dramaturji, yəni onun dramaturji təzahür forması kimi. Daha sonra gəlirik nəyə? O məqama da toxunaq. Uşaqlar, sizdə məsəl üçün, belə deyim, belə bir nümunə verib qarşınızda. Yazaq nümunəni də. Məsələn, yazıb ki, şirin xatirə. Şirin xatirə. Sizə burada yazacaq A variantı, bir də B variantı. Test üstündə izah edirəm. Məsələn, yazıb bir informativ, bir də yazıb bizə poetik. Sizə testdə belə bir nümunə düşür. Deyir, şirin xatirə söz birləşməsində aslı tərəfimiz, birinci sözümüz hansından ifadə olunmuşdur? Yəni, informativdirmi, yoxsa poetikdirmi? İnformativ deyəndə həqiqi nəzərdə tuturuq.
Poetik dedikdə isə məcazi. Məcazi nəzərdə tuturuq. Biz əlbəttə deyə bilərik, şirin xatirə ola bilməz. Deməli, burada poetik funksiyadan istifadə olunub. Emosionallıq, ekspresivlik burada xasdır. Ekspresivlik, yəni nədir burada? Məsələn, obrazlıqdan yaranan mənalardır hər biri. Sonra ellipsislər burada ola bilər. Ellipsislər nədir uşaqlar? İxtisarlar. Biz bunu hətta həmcinslərdə də danışırıq. Məsələn, elliptik cümlələrimiz olur bizim. Yəni, biz bunun ən bəsit formasını belə deyim sizə, həmcinslərdə tanış olmuşuq. O ata, ana, bacısı üçün, burada deyirsiniz ki, mənim ixtisar var, üçün qoşmasının ixtisarıdır. Deməli, nədir? Ellipsisdir. Hər hansı bir sözünmü, şəkilçininmi, hissəciyinmi, hətta bəzən cümlələrin belə ixtisarına rast gələ bilərik. Ritorik suallar nədir bəs? Ritorik suallar necə qarşımıza çıxa bilər? Cavab tələb etmir. Ayrılarmı könül candan? Cavabı yoxdur. Yəni ayrılar ayrılmaz, cavabımız yoxdur. Amma cavab verdiyimiz halda bu ritorik sual adlana bilməz. Biz artıq buna ritorik sual deməyəcəyik. Biz artıq buna həqiqi mənada verilmiş bir sual kimi yanaşırıq. Sual cümləsi kimi yanaşırıq. Deməli, bədii üslubun əsas xüsusiyyəti nə oldu? Obrazlıq oldu. Əsasən biz burada nə gördük? Əsasən biz burada sözün məcazi mənasından istifadəni gördük. Xalq dilinə yaxındır, obrazlı nitq formasıdır. Məsələn, hiss həyəcanlı ifadələrdən, nida cümlələri, ritorik suallar daha çox istifadə olunacaq. Dediyim kimi, sözün poetik funksiyasına daha çox rast gəlinəcək. Amma testdə bizə nümunə düşsə, desə ki, bir bədii üslubda mətn verib bizə və deyir, işləyin uşaqlar bu mətni. Variantımın birində də qoyub ki, bütün sözlər məcazi mənadadır. Özümüz düşünək. Mən sizə bir mətn deyirəm. Bu mətnin içərisində bütün sözlər başdan sonacan məcazi ola bilər? Əlbəttə ki, ola bilməz. Əlbəttə ki, buna deyərik, xeyr, ola bilməz. İçində həqiqilər də olacaq. Yəni, həqiqisi də olacaq, yəni informativ də olacaq, amma əksəriyyəti məcazi anlam. Bənzətmələr, nə bilim, köçürmələr, bunlar olacaq. Düzdür, düşəsi nümunələr deyil. Sadəcə yadınızda saxlayın ki, məsələn deyirəm, nümunə yazıram sizə. Bulud ağlayır. Uşaqlar, burada köçürmə var. Yəni, insana aid xüsusiyyətin buludun üzərinə köçürülməsi. Və yaxud da, məsələn deyirəm, o şir kimi döyüşür. Burada nə var? Burada deyirsiniz, müəllim, kimi qoşmasından istifadə olunduğuna görə təşbih deyirik. Bu nümunələr buraxılış imtahanında düşəsi bir nümunələr deyil. Sadəcə olaraq hər bir şey mümkün olduğu kimi öyrənməyimizdə fayda var. Demək, kimini görəndə təşbih, amma köçürməni görəndə isə biz ona metafor kimi yanaşmalıyıq. Daha sonra dediyim kimi testlərdə tez-tez qarşımıza çıxır poetik məna, məcazi məna, informativ məna. Bu isə həqiqi məna olacaq. Yəni testlərdə bunlar da qarşımıza tez-tez çıxan nümunələrdir. Daha sonra bizə nümunə düşə bilər, bax bu bədii üslubla bağlı testlərdə. Deyə bilər ki, ay uşaqlar, məsələn, mətn verib mənə bədii üslubda, mətnimizi yəni üslubu xüsusiyyətlərinə uyğun şəkildə tamamlayın. Bədiidirsə, mən bədii cəhətdən tamamlamalıyam onu. Yəni bədiinin xüsusiyyətlərini götürüb ora verməliyəm. Bədiyə aid olan xüsusiyyətləri əks etdirməliyəm. Bunları yadımızda saxlayaq. Daha sonra bədii haqqında başqa nə deyə bilərəm? Bayaqlar dediyim nümunəmiz var idi. Məsələn, acı xatirə, məsələn. Acı yazmayaq, gəlin şirin yazaq. Acı yaxşı deyil. Şirin xatirə. Bayaqlar mən sizə dedim, məcazidir. Və bu da nümunə düşsə, adını bilin deyə deyirəm. Məcazi mənada deyirsiniz, poetikdir. Və bu, belə deyim sizə, məcazi mənada işlənən təyinə epitet deyirik. Ədəbiyyatda bunun adı epitetdir. Deməli, düşər hər ehtimal, yəni bir, belə deyim də, anlayışınız olsun. Şirin xatirə dedikdə biz artıq epitetdən istifadə etmiş oluruq. Bədii üslub haqqında bu qədər. Deməli, bədii üslubda məcaziliyə önəm veririk. Bir də bizim qarşımıza publisistik mətnlər düşə bilər. Publisistik mətnlər də nədir? Uşaqlar, publisistik üslub bilirsiniz ki, tarixdən də sizə məlumdur da.
Bunun konkret şəkildə tarixi var, yaranma tariximiz var. Bilirik ki, bizim mədəniyyətimizin önəmli hissələrindən biri. 1875-ci ildə nə yarandı bizdə? Əkinçi qəzeti yarandı. Əkinçi qəzeti. Əkinçi qəzetinin yaranması ilə Azərbaycanda artıq publisistik üslub formalaşdı. Publisistik üslub qəzetlərin, jurnalların dilidir. Yəni qəzetlərdə, jurnallarda biz bu dildən, yəni bu dilin əks olunduğunu görürük. Bəs publisistikin xüsusiyyətləri nədir? Publisistikin xüsusiyyətləri isə burada belə deyim, kütləvi anlaşılılıqdır. Məsələn, mən bir qəzet oxuyuram. Bu qəzeti fəhlə də oxuyur, müəllim də oxuyur, həkim də, mühəndis də, alim də, hamı oxuyur. Elə olmalıdır ki, biz hamımız başa düşək. Yəni elə olmasın ki, müəllim kənarda qalsın, alim başa düşsün. Yəni bu mümkün deyil. Axı o hamımızı məlumatlandırır. Deməli, publisistik üslub kütləvi anlaşıqlı olmalıdır. Hamı başa düşməlidir. Aydın olmalıdır. Bir də ki, təsirli olmalıdır. Yəni müəyyən fikirləri insanlara təsir eləyə bilməlidir. Publisistikində, bədinin də həm şifahi, həm də yazılı forması var. Bunu da yadımızda saxlayırıq. Şifahi və yazılı forması var. Publisistikdə də bu belədir, bədidə də bu belədir. Üslublar haqqında uşaqlar bu qədər. Ümidvaram ki, hər bir şeyi anladıq. Ümidvaram ki, hər bir şey bizim üçün aydın oldu. Nə ki sualımız olsa, yenə də yönləndirərik. Sağ olun uşaqlar.